Salam, meditasiya praktikasına xoş gəlmisiniz. Bu praktika daxili tənqidçi iç səsinizi anlamaq, onu aradan qaldırmaq və daxili səsinizi daha fərqində və şəfqətli hala gətirmək üçün hazırlanmışdır. Bir çoxumuzun uşaqlıqdan çevrədən eşitdiyi sözlər, gördüyü münasibətlər zamanla daxili səsinə çevrilir. Bu səs isə bəzən istəmədən çox sərt, tənqidi və ya tələbkar bir şəkildə formalaşa bilir. Yaxşı xəbəri isə budur ki, daxili səsimiz yetkinlik illərində yenidən dəyişdirilə və inkişaf etdirilə bilər. Beynimiz zamanla təkrarlanan ifadələrə uyğunlaşır. Əgər uzun illərdir daxilimizdə bizi daim tənqid edən bir səs varsa, zehnimiz zamanla bu səsin söylədiyi ifadələri bir həqiqət kimi qəbul edə bilir. Bu səbəbdən özümüzlə şəfqətli danışmağa başladığımız zaman bu şəfqətli səs bizə əvvəlcə yad gələ bilər. Zamanla isə bu praktikanı təkrarladıqca daxili iç səsiniz daha şəfqətli bir istiqamətdə nisbətən dəyişməyə başlayacaqdır. İndi isə hazırsınızsa, praktikaya başlayaq. Rahat bir vəziyyətdə oturun və ya uzanın. Bədəninizi xüsusi bir şəkildə dəyişdirməyə ehtiyac yoxdur. Sadəcə rahat bir vəziyyət almağınız yetərlidir. İndi iki əlinizi üst-üstə qəlb nahiyənizə yerləşdirin. Burnunuzdan bir neçə dərin nəfəs alın və ağızdan nəfəsi yavaşca geri verin. Diqqətinizi yavaşca daxilinizə yönləndirirsiniz. İndi son zamanlarda çətinlik yaşadığınız, səhv etdiyinizi düşündüyünüz və ya özünüzü kifayət qədər yaxşı hiss etmədiyiniz bir anı xatırlayın. O anda özünüzlə necə danışdığınıza diqqət edin. Daxili səsinizin tonu həmin anda necə idi? Bu bəlkə sizi tənqid edən, bəlkə günahlandıran, bəlkə sizi utandıran və ya sizi cəzalandıran bir səs idi. Özünüzlə hansı tonda və hansı sözlərlə danışdığınıza diqqət edin. İndi isə bunu düşünün. Əgər həmin vəziyyətdə, yəni sizinlə eyni vəziyyətdə çox sevdiyiniz biri, məsələn, çox yaxın bir dostunuz, ailə üzvünüz və ya övladınız olsaydı, sizcə onunla da eyni tonda danışardınızmı? Sizcə özünüzə dediyiniz bu sözləri ona da desəydiniz, o necə hiss edərdi? Daha güclü, yoxsa daha zəif? Daha anlaşılan, yoxsa daha tənha? Daha ümidli, yoxsa daha çox qorxan? Bir anlıq bu fərqi hiss etməyə özünüzə icazə verin. Bu
sual sizin öz daxili səsinizi tənqid etməyiniz üçün deyil, sadəcə illərdir formalaşmış bu səsin əslində sizə daxildə necə hiss etdirdiyinin fərqinə varmağınız üçün verilmiş bir sualdır. Bu daxili səsin sizdə hansı emosiyaları yaratdığına diqqət edin. Və indi diqqətinizi yenidən özünüzü tənqid etdiyiniz və ya günahlandırdığınız bu hadisəyə gətirin və özünüzə yenidən sakitcə sual verin. Eyni vəziyyətdə olan sevdiyim bir dostumla və ya övladımla necə danışardım? Həmin anda ona nələr deyərdim? Çox zaman bu nöqtədə verdiyimiz cavab daha yumuşaq və daha anlayışlı olur. İndi həmin tonu özünüzə yönəldin. Məsələn, bu vəziyyətdə çətinlik yaşamağım normaldır. Bu səhv etmək məni dəyərsiz biri etmir. Mən hal-hazırda əlimdən gələn qədərini, bacardığım qədərini eləyirəm və mən özümə anlayışla yanaşıram. Çünki bilirəm ki, hər situasiyada özümə ən böyük dəstəyi verə biləcək insan mən özüməm. Bu cümlələri tələsmədən daxildən təkrarlayın. Və ya özünüzə dəstək üçün söyləyə biləcəyiniz başqa cümlələri içinizdən təkrarlaya bilərsiniz. Səs tonunuz çox sakit, yumuşaq, təzyiqsiz və şəfqətlidir. Bu cümlələri təkrarlayarkən istəsəniz öz qollarınızla öz bədəninizi yavaşca qucaqlaya bilərsiniz. Sevilən və yetərli olmaq üçün özümə qarşı sərt olmağa ehtiyacım yoxdur. Səhv etmək mənim dəyərimi müəyyən etmir. Çətinliklər yaşamaq zəiflik deyil. Bunların hər biri insan olmağın bir parçasıdır. Mən öz həyatımdakı öz təcrübələrimə hörmətlə yanaşıram və özümlə daha anlayışlı danışmağı öyrənirəm. Mən özümü olduğum kimi sevirəm və qəbul edirəm. Mən özümün ən böyük dəstəkçisiyəm və ehtiyacım olan qayğını əvvəlcə özüm özümə verirəm. Mən öz uğurlarıma görə özümlə fəxr edirəm və mən öz varlığıma görə, bu həyatda mövcud olduğuma, var olduğuma görə sonsuz sayda minnətdaram. İndi siz sanki zehninizdə yeni bir cığır açırsınız. Bu praktikanı daim təkrarladıqca daxilinizdəki şəfqətli iç səs digər bütün səsləri əvəzləməyə başlayacaq. Zaman-zaman daxilinizdəki köhnə tənqidçi iç səsiniz bəzi anlarda yenidən geri qayıda bilər. Bu zaman bu səsə görə özünüzü qınamadan sadəcə keçmişdən bəridir sizinlə olan bu səsin fərqinə varın
və həmin anda bacardığınız qədər bu səsi şəfqətli bir tonla əvəzləməyə çalışın. Zamanla və praktikanı təkrarladıqca daxilinizdəki bu şəfqətli iç səs sizə daha da tanış olacaq və daxilinizdə bu səs daha aydın və ucadan eşidiləcək. İndi isə öz dəyərinizin fərqində bir şəkildə bir neçə dərin nəfəs alın və hazır olduğunuzda diqqətinizi yavaşca ətrafınıza qaytararaq gözlərinizi açın.